Hörmətli izləyicilər, son günlərin ən çox müzakirə olunan mövzularından biri deputat Günay Ağamalının uşaq pulu ilə bağlı səsləndirdiyi fikirləridir. Deputat hesab edir ki, uşaq pulu insanları arxayınlaşdırır və hətta tənbəllik yarada bilər. Onu da qeyd edib ki, 8 yaşına qədər olan ailələrdə bir atanın işləməsi kifayət edir. Deputat Günay Ağamalı, siz maaşınızı alarkən tənbəlləşirsinizmi? Yoxsa bu tənbəllik yalnız sadə vətəndaşların payına düşür? Biz bununla bağlı vətəndaşlarla sorğu aparıb, onların fikirlərini öyrənib sizlərə təqdim edək. Qətiyyən yox. Çünki bu adamın nə həyat təcrübəsi var, nə də bugünkü gün onun savadı da yoxdur. O elə bir bu millətin bir nümayəndəsi deyil. Heç olmasa yaxşı, bunu qoya bir görə. Avropa, dünya millətlərinə, dövlətlərinə baxın. Ən geridə qalmış dövlətlər belə hətta uşaq pulunu sözünü dilinə gətirmir. Əlbəttə, hazırına nazir olub, heç bir seçici tərəfinə seçilməyən adamı deputat seçərlər. Elə deputatın da onun fikirləri də elə yaratmaz olacaq da. O elə bir ki, bu millətin düşmənidir də. Çünki özü də ailəli deyil, uşaq qədrini bilmir. Uşaq nə deməkdir? Ailəli olsa, uşaqları olsa, onda qədrini bilir. Bu qədər ziyalılar, akademiklər, professorlar qaldı bir qıraqda, bu ağıllı adam oldu. Milli Məclisin reytingini hörmətdən salır. Bunu Milli Məclisin gündəlinə xarici dövlətlərdən də qulaq asırlar. Nə deyərlər belə Milli Məclisə? Eləsini təcili olaraq Milli Məclisi uzaqlaşdırmaq lazımdır. Mən də istəyirəm ki, o deputatın övladı kimi mənim uşağım gözəl yaşasın, gözəl istədiyi yerlərdə dincəlsin, tətillərində yaxşı yerlərdə istirahət eləsin. Amma mənə o maddiyyat o baxımdan imkan vermir ki, mənim uşağım ürəyim istədiyi kimi uşağımı saxlaya bilmirəm. Amma dövlət tərəfindən o uşaq pulu verilsə, yəni mən də bilərəm ki, uşağıma dövlət tərəfindən nəsə pul verilir, o mənim uşağımın köməyidir. Onu da vermirlər. O deputatın özünün pulu çoxdur, imkanı çoxdur. O bir məsələ var, deyir, toxunacıdan nə xəbəri? Ona görə o istədiyi kimi danışır, amma mən o fikirlə razı deyiləm bir valideyn kimi. Və o deputata deyirəm ki, bir ara çıxsın çölə, bir kasıb təbəqənin uşaqlarına baxsın, görsün ki, valideynlərdə tənbəllik yaranır, yoxsa yox. İndi uşaq böyütmək də çətindir, vəziyyət də o vəziyyət deyil. Mütləq uşaq pulu verilməlidir. O boyda deputatın o qızı elə danışdı, adam bilmir, gülsün yoxsa ağlasın. Uşaq pulu mütləq verilməlidir. Bu hökm üzərdir. Birinci deputat seçildi haqqında məlumatlar var. Yəni o görmüş ki, videoroliklər. Elə adam təbii ki, ona deməlidir. Başqa nə deyə bilər ki, xalqın deputat deyil ki, xalqın gününü ağlasın. Üzr istəyirəm, mənim valideynlərimin 6 uşağı var idi. Mənim uşaqlarım arasında 2 uşağı var, 1 uşağı var. 1-2 uşağı var. Yəni ki, bunlar hamısı təbii ki, həmin təsirdir. Uşaq pulunu verməməsinin təsiri cəmiyyətə. İndi bu dəqiqə uşaq doğumla ölüm hallarını tutuştursa, görərsiniz ki, doğum halları ölüm hallarına bərabərləşib bu şey. Uşaq pulu verilərsə təbii ki, mən düşünürəm ki, bizim anaların analıq məzuniyyətində olan dövr problemləri var. Bizim anaların işləmək öhdəliyi var və bu demək deyil ki, hamısı ailə probleminə bağlıdır. Maddiyyat ora gətirib çıxarır ki, məcburiyyət qarşısında işləyirlər analarımız. Amma bəli, uşaq pulu verilərsə bu təbii ki, hər birimizə dəstək olar. Sən istəyirsən sənə uşaq pulu verilsin? Hə. Sən uşaq pulunla nə edəcəksən? Kukla edəcəm, abla. Deputata layiq olan fikirlər deyil. Günay xanım uşaqların qayğısına qalmaq əvəzinə o mövzunu biraz başqa səmtə yönəltdi və ona görə də cəmiyyətin aqressiyasıyla üzləşdi. Uşaq pulu verilməlidir. Niyə uşaqlara verilməsin? Uşaqlar Azərbaycanın övladlarıdır. Bu övladlar yaxşı böyüməlidir, yaxşı inkişaf etməlidir ki, xalqımızın inkişafına da onların əməyi olsun. Dövlət tərəfindən bu olsa lap yaxşı olur. Biz ailədə 9 uşaq idik, uşaq pulu alırdıq SSR-nin vaxtında. Valideynlərimizə kömək idi. Heç də heç kimi arxayın salmaz məncə, mənim fikrimcə. Sən uşaq pulunun verilməsini istəyirsənmi? Bəli. Sənə uşaq pulu verilsə nə edərsən onunla? Mən qardaşlarımı Rusiyadan çağırardım. Eyni zamanda özünə kitablar da ala bilərsən, düzdür? Uşaq pulu verilməsin, niyə verilməsin? Bəs bu Qarabağ torpaqlarını azad edən kimlərin balaları idi? O kasıb zümrənin balaları idi. Ona görə də əksinə
uşaq pulu da vermək lazımdır. Hər cür sosial yardımlar da eləmək lazımdır ki, o uşaqlar vətəni sevmək ruhunda həqiqətən tərbiyə oluna bilsinlər. O uşaqlara tərbiyən lazımdır, tərbiyə ata-analar verir. Amma onların maddi yardıma ehtiyacı olan ailələri hökmən dövlət öz himayəsində saxlamağı bacarmalıdır. Onlara kömək eləmək lazımdır ki, analar da işləyə də bilsinlər, həm də övladlarını lazımi şəkildə tərbiyə edib böyüdə bilsinlər, vətənə layiqli vətəndaş kimi yetişdirə bilsinlər. Bəli, hörmətli izləyicilər, biz deputat Günay Ağamalının fikirləri ilə bağlı vətəndaşlarla sorğu apardıq. Sorğumuzun nəticəsindən belə bir qənaətə gəldik ki, vətəndaşların böyük əksəriyyəti deputatın bu fikri ilə qəti razı deyil. Onlar bildirirlər ki, uşaq pulu insanlarda arxayınlıq yaratmır, tənbəllik yaratmır. Əksinə ailələrə maddi dəstəkdir. Bugün bazarlarda qiymət artımı çoxdur. Valideynlərin yükləri isə ağırdır. Bu məqamda Mirzə Ələkbər Sabirin sözləri və misraları yerinə düşür. Deputat Günay Ağamalı, millət necə tarac olur olsun nə işim var? Düşmənlərə möhtac olur olsun nə işim var? Qoy mən tox olum özgələrlə nə dikarım? Cümlə-i cahan ac olur olsun nə işim var?